Əgər siz heç yerə getmədən adınıza olan daşınmaz əmlakın mövcudluğu barədə arayış almaq istəyirsinizsə, o zaman Əmlak Xidmətinin elektron xidmətlər portalına daxil olub, daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması qrafasını seçirsiniz. Şəxsiyyət vəsiqəsinin seriya, nömrə və fin kodunu daxil edib, açılan blankda digər məlumatları doldurub, müraciəti göndərirsiniz. Fayl əlavə edin bölməsində lazım olan sənədlərin əlavə edilməsi mütləqdir. Bu sənədlərə isə şəxsiyyəti təsdiq edən sənədin hər iki üzü, doğum haqqında şəhadətnamə, müraciət edən şəxs xanımdırsa, qeyd etdiyim sənədlərə əlavə olaraq nigah və ya nigahın pozulması haqqında şəhadətnamə də daxildir. Əlavə edilən fayl və ya fotonun həcmi isə 1 megabaytdan artıq olmamalıdır. Əks halda qeydiyyatdan keçmə mümkün olmayacaq. Göstərilən xidmət üçün sizdən xidmət haqqı tələb olunur. Xidmət haqqı isə adınıza olan əmlakların sayından asılı olaraq dəyişir. Ödəniş məbləği sizə SMS bildirişlə göndərilir. Ödənişi isə emanat ödəmə terminalından edə bilərsiniz. Arayış 7 iş günü ərzində hazır olur və sizə SMS vasitəsilə elektron şəkildə təqdim edilir. Elektron arayışı çap edib, tələb olunan yerə təqdim edə bilərsiniz. Çətindir? Deyil. 2/2-dir.